İlahi, sən öz kitabında buyurubsan ki, biz özünə zülm edən bəndələri bağışlayacağıq. İlahi, biz özümüzə zülm etmişik. Bizi bağışla. Sən həqiqətən də bağışlamağa layiqsən. Bizə əmr etmisən ki, dilənəni geri qaytarmayaq. Elə isə, mən huzuruna dilənmək üçün gəlmişəm. Hacətimi qəbul etmədən məni əli boş qaytarma. Bizə əmr etmisən ki, sahib olduğumuz qullara qarşı gözəl davranaq. Biz də sənin mülkündə olan qullarınıq. Bizi cəhənnəm odundan azad et. Ey sıxıntı və bəla zamanı pənah apardığım və ey şiddətli çətinlik halımda fəryadıma yetən. Sənə pənah aparmışam. Səndən kömək diləmişəm və sənə sığınmışam.